Salam əziz dostlar, əziz izləyicilər. Bu avtomobildə bahalı bir prosesi demək olar ki, pulsuz həll eləmişəm. Deməli, mən Volkswagen Passat idarə edirəm. Təxmini 4 aydır ki, bu avtomobildə EPC işığı yanırdı və maşın rejimə düşürdü. Maşın sürət götürmürdü. Bu bir neçə usta göstərmişdim. Həm Bakıda, həm rayonda bir neçə dəfə usta göstərmişəm və diaqnostika gətirmişəm. Bütün ustaların hamısı deyirdi ki, zaslunka problemidir, zaslunkadandır və bu dəyişməlidir. Bu da bilirsiniz ki, bir ağır prosesdir. Yəni maliyyə baxımından azı 400 manat buna xərc lazımdır ki, azı həmin zaslunkanı tapasan və usta pulu qarşılıqlı 400 manata kimi təxmini, bəlkə də hələ çox vəsait lazımdır. Deməli, bu EPC işığı yananda maşın sürət götürmürdü, qaz götürmürdü. Xüsusilə magistral yollarda ötmə əməliyyatında bu təhlükəli vəziyyət yaradırdı. Çünki ötmə əməliyyatında istəyirsən ki, ötmə əməliyyatını uğurla həyata keçirəsən və qarşıdan nəqliyyat vasitəsi gələrdisə, sürəti artıran zaman avtomobil rejimə, EPC işığı yanırdı və avtomobil rejimə düşürdü. Bu zamanda real təhlükəli vəziyyət yaranırdı. Ötmə əməliyyatını uğurla həyata keçirə bilmirdi. Odur ki, təxmini 4 ayda bax bu vəziyyət idi. Bu problemi özüm çözmüşəm. Deməli, zaslunkanı təmizlətmişdim. Həmin o problemdən azca qabaq fikirləşirdim ki, ustaların bəziləri deyirdi ki, zaslunkanın platasına əl vurulub, platası açılmalı deyildi. Ustalar deyirdi ki, zaslunka açılan, yuyulan zaman onun platasına əl vurulub, mexanizmi zədələnib, ona görə də belə bir problem yaranıb. Bütün hallarda zaslunkanın dəyişməsini istəyirdilər. Nəhayət, mən bu problemi özüm dediyim kimi çözmüşəm. Zaslunkanın yanında bu daşçı var burada. Bu daşçıyı özüm açdım. Daşçıyı açan zaman onun çox bərbad vəziyyətdə olduğunu gördüm. Demək olar ki, daşçı təmiz mazut vəziyyətindeydi. Təmiz hər tərəfli mazut yağlamışdı daşçıya. 3 manatlıq sprey aldım. Pasaparan spreyləri var. Həmin spreyin birini aldım. 3 manatla bu daşçıyı açdım, çıxartdım. O mazutu təmizləyəndən sonra və onun o daşçının içərisində də xırda naqillər var, mis naqillər var. Həmin onları da təmizlədim. Bütün hər tərəf təmizləyəndən sonra, səliqəli şəkildə təmizləyəndən sonra maşında problem aradan qalxıb. Yəni 400-500 manatlıq işi 3 manatla həll elədim. Maşın indi normallı qaz götürür, sürət götürür, maşında boğulma yoxdur. EPC işığı da yanmır. Ona görə də bu videonu çəkdim ki, kim ki gələcəkdə belə bir problemlə qarşılaşsa, hər halda bu daşçı məsələsinə də fikir versin, onu da baxdı. Əslində onu zaslonka təmizlənən zaman usta onu yumalıydı, açmalıydı, təmizləməliydi, amma etməyir. Ona görə də vacib bildim ki, bu xəbəri sizinlə bölüşüm və belə bir problemlə qarşılaşdığınız zaman hər halda, hər ehtimala bu daşçı məsələsinə də fikir verin, onun vəziyyətinə.